Yaponiya və Birləşmiş Ştatlar arasında gömrük rüsumları ilə bağlı danışıqlar artıq start götürüb. Birləşmiş Ştatların Maliyyə naziri Scott Bessent bildirib ki, danışıqlara ilk başlayan ölkələr üstünlük qazanır. Çünki artıq 75-dən çox ölkə Vaşinqtonla bu mövzuda görüşmək istəyib. Maraqlıdır. İkinci Dünya müharibəsindən bəri Birləşmiş Ştatların sadiq müttəfiqi olan Yaponiya dünyada ən böyük iqtisadiyyata sahib 7 böyükdən biridir. Trumpın istəkləri ilə razılaşan ilk ölkənin Yaponiya olması bərabərində digər iqtisadi güc olan Cənubi Koreyanı da razılığa gətirəcək. Ekspertlərin qənaətinə görə Rusiya-Ukrayna savaşı hesabına onsuz da Moskva və Kiyev bir növ Vaşinqtonla razılığa hazırdır. Sonda Birləşmiş Ştatlar Avropanı da razı sala biləcək deyilir. Bu da bütün dünyanın əslində Birləşmiş Ştatların yanında yer alacağı və Çinə qarşı birləşməsi demək olacaq. Bəs bu senari nə dərəcədə mümkündür? İzləyək. Yaponiya və Amerika Birləşmiş Ştatları arasında gömrük rüsumları ilə bağlı danışıqlar bugün başlayacaq. Yaponiya bu addımı atan ilk ölkələrdən biri olacaq. Bununla da Vaşinqtonun son zamanlar tətbiq etdiyi yüksək tariflərdən geri addım atmağa nə qədər hazır olduğunu yoxlayacaq. Tokionun əsas ticarət nümayəndəsi Amerika Birləşmiş Ştatları Maliyyə naziri Scott Bessent və ticarət nümayəndəsi Jameson Greer ilə görüşəcək. Bessentin sözlərinə görə danışıqlar üçün ilk addım atan üstünlük qazanır. Birləşmiş Ştatların tarifləri fonunda ilk addımı Yaponiyanın atması uzun illərdir davam edən Vaşinqton-Tokyo əlaqələri nəzərə alındıqda başa düşüləndir. Hətta dünyanın 7 böyük iqtisadiyyatından biri olan Yaponiya, Amerika Birləşmiş Ştatları ilə razılığa gələrsə, bu regiondakı digər böyük dövlət Cənubi Koreyanın da Vaşinqtonla Ağ Evin istədiyi formada əməkdaşlıq edəcəyini deməyə əsas verir. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində böyük güc itirən Moskva və Kiyevdə indiki mərhələdə Birləşmiş Ştatların dedikləri ilə razılaşacaq səviyyədədir. Üstəlik, Trump administrasiyası uzun müddətdir Hindistanla da əlaqələrini gücləndirməyə çalışır. Birləşmiş Ştatların bu iqtisadi həmlələrini analiz edəndə aydın olur ki, Vaşinqton Çinə qarşı böyük iqtisadi ittifaq qurmağa çalışır. Rusiya, Ukrayna, Hindistan, Yaponiya, Cənubi Koreya kimi potensial müttəfiqlər qazandıqdan sonra Avropa İttifaqı da Birləşmiş Ştatların siyasətinə təslim olarsa, Pekin iqtisadi və siyasi arenada tək başına mübarizə aparmalı olacaq. Amerika Birləşmiş Ştatlarının Yaponiya, Cənubi Koreya və potensial olaraq Avropa ilə razılaşması Çində Çinə qarşı iqtisadi cəbhəni formalaşdırmağa yönəlibdir və bu formalaşma prosesi gedir. Trumpın Çinə qarşı 34%lik tarif tətbiq etməsi digər ölkələri ABŞ-ın siyasətinə cəlb etməsi və Pekinə qarşı qlobal ticarətdəki mövqelərini zəiflətmək məqsədi daşıyır ki, digər ölkələr Amerika Birləşmiş Ştatlarına razılığa gəlsinlər, Amerika Birləşmiş Ştatlarının şərtlərini qəbul etsinlər və Çinə qarşı bir cəbhə formalaşsın. Bununla belə diqqətdə saxlanılmalı bir məqam var ki, Çin və Birləşmiş Ştatların bir-birlərinə ixrac etdiyi malların siyahısı və dəyəri göstərir ki, Trumpın Pekinə qarşı həmlələri uğursuzluqla nəticələnə bilər. Üstəlik, məsələyə həm siyasi, həm də iqtisadi müstəvidən baxdıqda Birləşmiş Ştatların 20-ci əsrdəki qədər güclü olmadığı ortaya çıxır. Belə ki, İkinci Dünya müharibəsindən sonra Avropada hərbi, iqtisadi, siyasi üstünlüyü ələ alan Vaşinqton 21-ci əsrin əvvəllərindən iqtisadi nəzarəti Pekinə verib. Həm Şərqi Avropada baş verən proseslər, həm də Ağ Evi bir çox ittifaq ölkəsinin daxili məsələlərinə müdaxilə etmək cəhdləri qoca qitənin nümayəndələri arasında böyük narazılıqla qarşılandı. Bütün bunların fonunda iqtisadiyyatı böyük səviyyədə Çindən asılı olan Avropa dövlətləri Birləşmiş Ştatlar öz güc nümayişi etsin deyə Pekinlə qarşı-qarşıya qalmayacaq. Hətta Birləşmiş Ştatların siyasi mövqeyini zəiflətmək üçün Çinlə hərbi və siyasi müstəvidə də əlaqələrini gücləndirə bilərlər. Hazırda baş verən proseslər göstərir ki, Avropa Birliyi öz siyasi xəttindən geri çəkilir və əksinə Amerika qarşı Çinlə daha açıq müstəvidə əməkdaşlıq xəttini izləyir. Yəni bu isə o deməkdir ki, Ukrayna müharibəsinin başlanması ümumiyyətlə son 4-5 il ərzində Amerikanın atdığı addımlar sadəcə o prosesi təxirə salıb, müəyyən qədər ləngidib. Yəni Avropa İttifaqı və Çin arasındakı əməkdaşlığı və ümumilikdə bu əməkdaşlığın Avrasiyada Amerika təsirlərinə qarşı yaratdığı təhdidlər sıradan çıxmayıb, sadəcə o müəyyən bir müddətə zəifliyib və yaxud da təxirə salınmışdı. Amma hazırda baş verənlər bu prosesin yenidən daha az müstəvidə getdiyini görürük. 2020-2024 küresel ticaret hakimiyet haritası incelendiğinde Amerika Birleşik Devletleri'nin Çin'e karşı kaybettiği
açık ve seçik olarak ortaya çıkmaktadır. Görülen haritada Çin'in başta Afrika olmak üzere dünyanın birçok bölgesini kendisine bağımlı hale getirdiğini ve bu bağımlılığın başta ekonomik ve ticaret olmak üzere siyaseten de Çin'le birlikte hareket etmeye zorladığını anlamak zor olması gerekir. Görünür, Trump Avropa İttifaqı dövlətlərinə güzəştə getdiyi 90 günü ya uzatmalı, ya da Çinin qazandığı gücü qəbul edərək qoca qitə və Pekinlə dostluq əlaqələrini bərpa etməlidir. Əks təqdirdə Rusiyadan fərqli olaraq bu dəfə Birləşmiş Ştatlar bütün dünyanı özünə qarşı birləşdirəcək.